Allah Qurana, Peyğəmbərə inanıb amma namaz qılmayan insan kafirdirmi? Namaz qılmayan insan əgər namazın vacibliyini tərk edərək, yəni inkar edərək, deyir ki, namaz lazım deyil, namaz boş şeydir, namaz yoxdur, İnkar edirsə namazın vacibliyini, o, bəli, kafirdir. Amma yoxdur ki, namaz vacibdir. Allah Teala əmr edib bizə namazı. Sadəcə hazır deyiləm və ya şeyx qamət demişkən pensiyanı gözləyirəm. O insan baxılır halına və o səhlənkarlıqdan edirsə kafir deyil, yox. Sadəcə əmr sahibi onu cəzalandırması üçün qaziyə əmr edir, o tövbə elətdirilsin, əmr olunsun namaza və baxılsın halına, nə üçün namazı tərk edib. Və qorxulur o adam üçün cəhənnəm əzabından. Qorxulur, böyük günah etdiyinə görə cəhənnəm əzabından qorxulur. Yəni o halda ölərsə, qorxulur onun üçün. Çünki ilk soruşulacaq əməl namazdır. Qiyamət günü ilk soruşulacaq əməl namazdır. Varsa digər əməllərə baxılacaq. Ona görə kim cəhənnəmdən uzaq olmaq istəyirsə, cəhənnəmi heç görmək istəmirsə, birbaşa cənnətə düşmək istəyirsə, mütləq namazda dikilməlidir. Və kim bugün dünyada namazda dikilmirsə, bilsin ki, odda dikiləcək. Məcbura. Bəli, taslə nəran həmiyə, o gün bunlar yanar, qaynar odda dikiləcəklər. Taslə namazla eyni köklü sözdür. Necə ki, Beyhəqqi gətirir təfsirdə, deyir ki, sılə sözü, salə sözü ilə eyni köklüdür. Və deyir ki, sılə, yəni odda dik, çubuğu dik düzəltməkdir odda. Çubuğu dik tutmaqdır odda. Və kim bu dünyada namazda dikilməyibsə, odda dikiləcək qiyamət günü. Ona görə qorxulur həmən insan üçün. Allah qorusun. Amin.